Salam, hər vaxtınız xeyir olsun əziz dostlar, hörmətli izləyicilər. Xırdalanda mərkəzdə, parka yaxın bir ərazidə belə bir 3 otaqlı isə ev təqdim edirəm. Həyət evidir, cütdaşlı, köhnə tikili, şəxsi tikili evlərdəndir. Hörmətli izləyicilər, bax 8 daş kürsüdür, bax görürsünüz 3-4 maşınlıq həyəti də var. 2,5 sotdur, həyət torpaq qarışıqda, belə deyək. Bura giriş hissəsidir, bax beləcə giriş hissəsi var və bura koridordur. Keçək otaqlarla da siz tanış eləyək. Start qiyməti də 125.000 manatdır. Kubcalıdır, tam mülkiyyətdir, paket kubcadır, onu da deyək. Bura yataq otağıdır, hörmətli izləyicilər. Çox geniş yataq otağı var, 2 pəncərəsi var. Ya buranı istəsəz qonaq otağı da edə bilərsiniz gələcəkdə. Keçək bu otaqlarla da siz tanış eləyək. Orta təmirlidir, yəni ki, sərgəli evdir. Hörmətli izləyicilər, köhnə evdə olsa sərgəli evdir. Bax, belə bir geniş görürsünüz. Giriş hissəsi var, pul hissəsi. Çox genişdir. Hamama yaxı olsa ayrıdır, onu da göstərəcəm. Bura mətbəxdir. Mətbəx mebelli kombisidir, qalacaq. Xırdalanda mərkəzdə, belə deyək də, Günay Şadlıq evinə yaxındır, Kapital Banka yaxındır, parkın da yaxınlığındadır. Bir sayılı məktəbə də yaxındır, yaxın bir ərazidədir. Belə bir gözəl həyət evi istəyən, geniş həyət evi istəyən zəng eləsin, əlaqə nömrəsi profildədir. Gəlin, baxın kim alsa Allah xeyrin versin. Ayaq yolunu göstərdim sizə. Burada hamam otağıdır. Bir şey də qeyd edək, görürsünüz hamam otağında da unitaz var, yəni qoyulubdur. Biri aziatskidir, o birisi də belə. Var belə bir şkafı da var, bu dama qalxmaq üçün yeri də var, qırışaya qalxmaq üçün görürsünüz kombisi də var. Bura qonaq otağıdır və keçək. Orada bir balaca spalni də var, ceski yataq otağı da var. Qonaq otağı da genişdir, hörmətli izləyicilər. Yəni buranı dedim, buranı spalni eləyib, o birisi spalni daha geniş idi. Oranı da qonaq otağı eləyə bilərsiniz. Əlaqə nömrəsi profildədir. Zəng eləyirsiniz, burada işıqlı otağı öz həyətinə baxır. Arxada gördünüz yer var idi. Kim alsa Allah xeyrin versin, hər kəsin evi olsun. Hələlik bu qədər, sağ olun.